hiperrealizmdən danışacağıq. Əgər siz bir tabloya və ya heykələ baxanda bunun fotoaparatla çəkilib çəkilmədiyini bilmirsinizsə, tərəddüdə düşürsünüzsə, deməli hiperrealist bir sənət əsərinin qarşısında dayanmısınız. Hiperrealizm yüksək keyfiyyətli fotoya bənzəyən rəsm və ya heykəltaraşlıq sənətidir. Hiperrealistlər reallığı o qədər kəskin, detallı şəkildə işləyirlər ki, ortaya çıxan sənət əsəri insan gözünün görə biləcəyindən qat-qat artıq çaları özündə birləşdirmiş olur. Hiperrealizm belə bir fəlsəfədən çıxış eləyir ki, bizim sənət əsərinə baxanda gördüklərimiz həqiqətin, reallığın özü deyil. Onun şişirdilmiş, kamilləşdirilmiş illüziyasıdır. Əslində sənət heç vaxt mövcud olmamış bir şeyin simulyasiyasıdır. Hiperrealizmin tarixi 1960-70-ci illərə gedib çıxır. O dövrlərdə sənət dünyasında abstrakt ekspresionizm kimi əşyaları, nəsnələri, fiqurları rədd edən cərəyanlar dəbdə idi. Bu tür düşüncəyə etiraz olaraq əvvəlcə Amerikada fotorealizm, sonra isə bəzi nəzəriyyəçilərə görə fotorealizmin Avropa versiyası olan hiperrealizm ortaya çıxdı. Hiperrealizm terminini ilk dəfə 1973-cü ildə Brüsseldə Isi Braşo bir sərgi üçün istifadə edib. Hiperrealist sənətçilər gündəlik həyatdan ən adi, ən sadə anları, maşınları, dükanların vitrinlərini, tanınmamış insanın üzlərini fotoqrafik gerçəklikdə çəkirlər. Nə qədər bir-birinə yaxın, biri digərinin əcdadı hesab edilsə də, fotorealizm ilə hiperrealizm arasında fərqlər də var. Fotorealizmdə əsas məsələ texniki kamillikdir. Fotoqrafiya effekti yaratmaqdır. Hiperrealistlər üçün isə iş sadəcə texniki məsələdə deyil. Təsvirin içində hiss, müəyyən narrativ, təhkiyə və ictimai məzmun da olmalıdır. Chuck Close insan simalarını azman ölçülərdə, üzündəki bütün qırışlar, bütün xırda məsamələr görünəcək şəkildə çəkərək fotorealizm ilə hiperrealizm arasında körpü quran ən vacib sənətçilərdən sayılır. Onun Susan adlı əsəri bu azman portretlərin ən məşhurlarından sayılır. Richard Estesin telefon köşkləri, Duane Hestonun supermarket müştərisi heykəli bu istiqamətin ən tanınan örnəklərindəndir. Müasir dövrdə hiperrealizm başqa cərəyanlarla izdivaca girərək hibrid bir formaya düşüb. Məsələn, Eddie Stevens hiperrealizm ilə sürrealizmi birləşdirərək hipersürrealizm adlı bir tərz yaradıb. O, texniki baxımdan hiperrealist maneradan istifadə edir, ancaq mövzuları yuxular aləmi barəsindədir. Türkiyədə Taner Ceylan bu istiqamətin ən tanınmış nümayəndələrindən biri sayılır və o, öz yolunu hissi realizm adlandırır. Əgər bir rəsm bir fotodan daha real hiss etdirə bilirsə, görəsən onda hər gün rastlaşdığımız, sorğu-sualsız qəbul etdiyimiz reallıq bizə nə deyir, nəyi gizlədir bizdən?